Ukrayna cəbhə xəttində Rusiya ordusunun daha bir hərbi kolonunu məhv edib. 55-ci Zaporojye Sich briqadasının artilleriyaçıları Donetsk vilayətinin şərqində şiddətli döyüşlərin getdiyi Pokrovsk şəhəri yaxınlığında Rusiya kolonunu darmadağın ediblər. Rusiya qoşunlarına qarşı hücumda 2 P-22 Bagdana və Sezar Özeryan habitsalarından istifadə olunub. Sosial şəbəkələrdə paylaşılan video görüntülər yolda irəliləyən Rusiya canlı qüvvəsi və hərbi texnikasına endirilən dəqiq zərbələri əks etdirir. Qeyd etmək lazımdır ki, son aylarda Ukrayna işğal olunmuş ərazilərdə və Rusiyanın dərinliklərində yerləşən Rusiya hərbi mövqelərinə hücumlarını xeyli artırıb. Bu əməliyyatların məqsədi artilleriya, pilotsuz uçuş aparatları, raketlər və xüsusi təyinatlı bölmələrin kombinasiyası vasitəsilə Moskvanın döyüş imkanlarını, logistikasını və komanda idarəetmə strukturlarını pozmaqdır. Dron zərbələri bu əməliyyatların əsas elementinə çevrilib. Ukraynanın pilotsuz uçuş aparatları Rusiya artilleriya sistemlərini, zirehli texnikanı, hava hücumundan müdafiə vasitələrini və sursat anbarlarını aşkar edib məhv etmək üçün mütəmadi olaraq istifadə olunur. Bu zərbələr çox vaxt Rusiya qüvvələrinin texnika və ehtiyatları cəmlədiyi arxa bölgələri hədəf alır. İkinci dərəcəli partlayışlara səbəb olur və Rusiya bölmələrini, mövqelərini dəyişməyə və ya qüvvələrini səpələməyə məcbur edir. Uzun mənzilli dronlardan həmçinin cəbhə xəttindən xeyli arxada yerləşən komanda məntəqələri və logistika qovşaqlarına zərbələr endirmək üçün istifadə olunur ki, bu da koordinasiyanı çətinləşdirir və əməliyyatların tempini ləngidir. Bu hücumlar təxminən 4 ildir davam edən müharibəni sona çatdırmaq məqsədi daşıyan uzadılmış sülh danışıqları fonunda baş verir. Sülh danışıqları davam etsə də, Rusiya və Ukrayna amansız müharibədə ilişib qalıb və hər iki tərəf qarşı tərəfin iradəsini sındırmağa çalışır. Rusiyanın hazırki strategiyası geniş miqyaslı quru hücumlarını Ukrayna infrastrukturuna qarşı kütləvi raket və pilotsuz uçuş aparatları zərbələri ilə birləşdirməyə əsaslanır. Ukrayna isə buna cavab olaraq müdafiə mövqelərini möhkəmləndirir və Rusiya hədəflərinə qarşı dərinliklərə zərbələr endirir. Ukrayna müdafiəsi müəyyən itkilər versə də, onun uzaq mənzilli zərbələri kifayət qədər uğurlu olub. Rusiya, Ukraynanın uzaq mənzilli zərbə imkanlarının artıq müəyyən bir həddə çatdığını düşündüyü bir anda, Çexiya bu təsəvvürləri kökündən dəyişən və miladı Ukrayna üçün ideal hədiyyəyə çevirən bir silah təqdim edir. RFU News xəbər verir. Praqa Ukraynaya yeni hazırlanmış MTS Narval uzaq mənzilli qanadlı raketini real döyüş şəraitində sınaqdan keçirmək üçün verəcəyini təsdiqləyib. İlk raketlərin 2026-cı ilin yanvar-fevral aylarında çatdırılması planlaşdırılır. Çex və beynəlxalq mənbələrə görə bu ilkin tədarüklər simbolik xarakter daşımır. Çünki döyüş sınaqları raketin effektivliyini təsdiqlədiyi təqdirdə 2026-cı ilin mart ayından etibarən seriyalı istehsala başlanması gözlənilir. Narval, Çexiyanın LPP şirkəti tərəfindən hazırlanmış reaktiv mühərrikli qanadlı raketdir. Onun bəyan edilən uçuş məsafəsi 680 km, maksimal sürəti təxminən saatda 750 km, döyüş başlığının çəkisi isə 120 kq-dır. Bu göstəricilər onu adi taktiki döyüş silahlarından deyil, məhz dərinliklərə zərbə endirmək üçün nəzərdə tutulmuş silahlar kateqoriyasına daxil edir. Onun ən vacib texniki xüsusiyyəti naviqasiya arxitekturasıdır. Bu sistem inersial istiqamətləndirməni güclü Rusiya GPS bastırması şəraitində belə effektiv qalmaq üçün nəzərdə tutulmuş vizual relyefə uyğunlaşdırma texnologiyaları ilə birləşdirir ki, bu da hazırki müharibənin əsas fərqləndirici cəhətlərindən biridir. Praktik baxımdan bu, Narval raketini fəlsəfə itibarilə Amerika Atakams'dan daha çox Almaniyanın Taurus raketinə yaxınlaşdırır. RFU News bildirir.
Taurus raketi də oxşar şəkildə aşağı hündürlükdə uçuşa və dayanıqlı istiqamətləndirməyə üstünlük verir, uçuş məsafəsi isə təxminən 500 kilometrdir ki, bu da Atakams'ın 300 kilometrlik məsafəsi ilə müqayisə olunur. Bununla belə Taurus ilə müqayisədə Çexiya raketi daha yüngüldür və daha kiçik döyüş başlığı daşıyır. Bu isə onun dərin bunkerlərin məhvindən çox infrastrukturun sıradan çıxarılmasına yönəldiyini göstərir və onu Atakams ilə eyni strateji zərbə nişinə yerləşdirir. Eyni zamanda Atakams GPS dəstəyi olan inertial istiqamətləndirməyə əsaslanır və ballistik trayektoriya üzrə uçur. Narwhal isə kinetik sürəti elektron müharibəyə qarşı yaşama qabiliyyəti ilə dəyişir. O bunu alçaq hündürlükdə uçmaq və müstəqil naviqasiya etməklə həyata keçirir. Ukraynanın zərbə planlaşdırılmasında yeni bir rol formalaşdırır və Rusiyanın Narwhal və Atakams hədəfləri ətrafındakı hava hücumundan müdafiə sistemlərini tamamilə fərqli iki zərbə profilinə uyğunlaşmağa məcbur edir. Təsiri olduqca əhəmiyyətlidir. Çünki 680 kilometrlik uçuş məsafəsi Ukraynanın öz ərazisinin dərinliklərindən çıxmadan Rusiyanın arxa cəbhəsində yerləşən hədəflərin siyahısını kəskin şəkildə genişləndirir. Bu məsafə əsas strateji komanda mərkəzlərini daimi risk altında saxlamağa imkan verir və Rusiyanı ya aktivlərdə səpələməyə, ya da əlavə hava hücumundan müdafiəsinə ciddi şəkildə sərmayə yatırmağa məcbur edir. 200 kiloqramlıq döyüş başlığı açıq meydançalarda yerləşən təyyarələri məhv etməyə, yanacaq və sursat anbarlanmağa, həmçinin cəbhə əməliyyatlarının davam etdirilməsi üçün kritik əhəmiyyət daşıyan infrastrukturu iflic etməyə kifayət edir ki, bu da birbaşa Rusiyaya əməliyyat təzyiqi yaradır. RFU News-in məlumatına görə, bu obyektlərin böyük hissəsi hələ də açıq ərazilərdə yerləşir. Çünki bunker tikintisi ilə bağlı işlər dayanıb. Ən əsası isə, raket Rusiyanın artıq təkcə hava hücumundan müdafiə ilə deyil, həm də çoxqatlı GPS bastırması ilə ən güclü müdafiə qurduğu reallığı nəzərə alaraq hazırlanıb. Və Narwhal peyk naviqasiyası zəiflədildikdə və ya tamamilə bloklandıqda belə uçuşunu davam etdirmək üçün xüsusi şəkildə dizayn edilib.